sözünüzü deyin. Eşitmiyorsunuz. Onda tənəzzül edin. Nümayəndə ayrı. Nümayəndə 5 nəfər, 3 nəfər gedin görüşün. Bir dəqiqə. Söhbət budur qardaşım. Tanımadım. Yəni biz Eloğlu'yu hamımız bir-birimizi tanıyırıq. Biz heç bir insident yaratmanın tərəfdarı deyilik. Biz icra başçısının qəbuluna düşməkdən ötəri onun qəbuluna yazılmışıq. Lakin icra Nə başçısı... vaxt yazılıbsın? Vaxtı orada kitabda var. Telefonuma kimi yazıblar, adıma, familiyama kimi, vəzifəmə kimi yazıblar. Mən icra başçısından görüşmək istəyirəm. Mən sizi görüşdürərəm icra başçısını. Problemin həllinə nail olmaq istəyirəm. Mən sizi görüşdürərəm. Mən sizi görüşdürərəm. Mən sizi qəbul eləyirəm. Bir dəqiqə məni axıra kimi dinləyin. Olarmı bir-birimizlə? Yəni, məsələn, belə səmimi şəkildə bir söhbətimizi eləyək. Zahil, sən səmimiyyətin üzrə getmirsən də. Vallahi mən səmimiyyətin. Səndən yaşda da böyüyəm. Mən sənə deyirəm, mən özümü heç kimdən artıq saymıram. Nə heç kimdən aşağı. Mən səni dəvət edirəm. Sən nə tələman salam demək ki, çağırıram, götürürsən, gedirsən. Elə birinci buradan yaranır da sən. Hər şeyə gəl demək. Öyle deyirəm. Ay nə sən nə çəkirsən ki? Ay bir mən nə sən nə çəkirsən ki? Ne başıma Ne işe çekiyorsun bunu ki? Ha yığıştır bunu geçe olasın. Efendim bir dakika. Sen